Çingizxan barəsində çəkilmiş bu film 46 nəfərin həyatı bahasına başa gəlmişdir. Milyarder prodüser Howard Hughes-un Çingizxan haqqında çəkdiyi Fatih filmi kino tarixinin həm ən uğursuz, həm də ən faciəvi layihələrindən biridir. 1954-cü ildə başlayan çəkilişlər Nevada nüvə sınaqları poligonunun yaxınlığındakı Utah ştatında aparılırdı. Əlbəttə ki, kinostudiya nüvə sınaqlarından xəbərdar idi və rəsmi olaraq ABŞ Atom Enerjisi Komissiyasına müraciət də etmişdi. Ancaq orada onlara hər şeyin təmiz, səliqəli və mükəmməl olduğu bildirildi. Baxın, o dövrdə hakimiyyət panika yaratmamaq və əhalini təşvişə salmamaq üçün nüvə sınaqlarının zərərini bir qədər azaldırdı. Çəkilişlər başladı və 220 nəfərlik heyət həftələrlə radioaktiv tozla nəfəs almağa məcbur oldu. Faciə bununla da bitmədi. Çəkilişlər Hollywoodda davam edərkən səhnələrin reallığa uyğun olması üçün Hughes həmin zərərli tozdan studiyaya 60 ton gətirilməsini göstəriş vermişdi. Beləliklə, aktyorlar və çəkiliş heyəti qapalı məkanda birbaşa radiasiyaya məruz qaldılar. 1956-cı ildə ekranlara çıxan film olduqca uğursuz oldu, lakin əsl dəhşət özünü illər sonra göstərdi. Heyətdəki 220 nəfərdən 91-i xərçəng xəstəliyinə tutuldu. Başrolun ifaçısı John Wayne də daxil olmaqla və hətta rejissor belə bu xəstəlikdən vəfat etdi. Ümumilikdə 46 nəfər. Bu rəqəm o dövrün normal statistikasından düz 3 dəfə çox idi. Ağır depressiyaya düşən Howard Hughes 12 milyon dollar xərcləyərək filmin bütün nüsxələrini yığdırdı və hüquqları satılana qədər Fatih filmi düz 15 il ictimaiyyətdən gizlədildi.